Sabahınız xeyir. Necəsiniz? Ümid edirəm ki, məndən ötürü dartmışdı. Çünki çoxdan idi yox idi. Bu günləri jurnalistikada işləyən jurnalistlərlə qısacası media tura gedirik. Təbii bizi Qobustan media tura aparır. Ona görə istədim ki, bu anı çəkim sizlərlə paylaşım. Siz də şahid olasınız. Saat 8'in yarısıdır, 07:30'dur. Bizə 07:30'dan 8'e qədər bir müddət veriblər ki, həmin müddət ərzində toplaşaq bura. 8:30'da, 8:30, 7:30'da 8'in yarısı çatmışam. Gedək indi avtobusu tapaq. Gedək. Hazırda çatmışam. Oturmuşuq. Sizə göstərəcəm indi. Sadəcə hələ ki anksiyetem biraz tutub deyə telefondan çox da danışa bilmirəm, video çəkə bilmirəm. Amma biraz keçsin, daha rahat çəkəcəm. Hələ ki çox adam gəlməyib, gözləyirik. Gəlsinlər, onsuz da hələ yarısıdır. Deyilən vaxt hələ təzə başlayır. Yəqin gələr yarım saata hamı toplaşar. Biz artıq yola düşdük. Deməli, Qobustan rayon mərkəzi xəstəxanasına gedirik. Şamaxı yolunun üstündədir. Belə bir saat yarımlıqda yolumuz var. Dostlar, bu Mina tanış olun. Mina birinci videoda mən çəkdim deyə özüm bəyənmədi. İkinci dəfə çəkirik eyni videonu, eyni sözləri deməliyəm. Deməli biz həmkarıq. Mina Bakı vaxtında işləyir jurnalisti. Bəli, rəqib deyilik, həmkarıq. Qarşıda isə Sevinç oturub. Sevinç birinci o videoda var idi. Bu tərəfdədir. Evet. Bunu indi elə çəkirik ki, sanki ilk dəfə heç çəkilmir. Dediyimiz onu dedik, tamam elə. Heç nə, onu deyirdim ki, bayaqlarda ikisi bir yerdə oturublar, tək qalmışam burada. Biz də bayaq dedik ki, gecikirsən ona görə gecikənin sonu. Belə olur. Mən həmişə gecikirəm. Həmişə çalışıram ki, çox tez gedim çatım, amma həmişə gecikirəm. Tez gəlməyə çalışma, sən vaxtında gəl. Tekrar soruşuram, bunu nə vaxt paylaşacağız? 2-3 günə inşallah. İnandır. Link atarsa. Yenə gəl. Devam eləyəcək. Mina, sən nə demək istəyirsən? Heç nə deyim. Heç nə demədim Mina. Hər şey dedi də. Ümid edirik üçüncü dəfə çəkməliyim. Baxım deyəcəm. Bəyənməsən üçüncü ola bilər də yəni. Bye. Onu təkrarlayacaq. Beləcə, yəni həm bir-birimizi dinləmiş olarıq, həm bir-birimizi tanımış olarıq. Növbəti iş prosesində də düşünürəm ki, işlərimizə yaxşı fayda verir. Mən çıxardıram adamın adını, zəhmət olmasa gəlsin və növbəti şəxsin adını artıq o çəkəcək. Salam, hər kəs salamlayıram. Mina Kaydova, Bakı Vaxtları saytının əməkdaşıyam. Sumqayıtlıyam, 2003-cü il təvəllüdəm. Qız verəcəyəm, başqa 2003. İlk iş təcrübəmdir. Təxminən bir ildə çalışıram və yeniyəm. Ayaz Hüseynov. İnşallah bu kız əsir. Elmira xanım Abuşova. Bu nə tər jurnalist. Ayaqları pes. Əlisada əsir bu qızın. Salam, mən Tövbə Səmədova. Today Press az saytının əməkdaşıyam. Daha doğrusu Today Press TV-nin əməkdaşıyam. Xarici siyasət müxbiriyəm. Mən də əqrəbəm, digər xanımlar kimi. Mən də əqrəb bürcüyəm. Oktyabr əqrəbiyəm amma, onu deyim. Əqrəb olmağı da çox sevirəm. Oktyabr əqrəbləri daha çılğın olurlar. Yo, daha sərt vururlar. Noyabr əqrəbləri isə daha sakit olurlar nisbətən. Oktyabr. Nə bilim, daha sakit
sakit olurlar və sakit yaxınlaşırlar. Bəlkə o da ola bilər. Salyanlıyam, Neftçalanıyam daha doğrusu ikisi də. Kimsə varsa yerlərdən burada salamlar. Belə bu qədər. Yəni deyəcəklərim bu qədər idi. Çok sağ olun. Bir de Fernando çek. İlkin Nəcəf. İlkin Nəcəfov. İki de Fernando çekelim. Ondan sonra bir de çekelim. Sevdim. Düştüm videoya. Ha, azıcık tabağındasın. Ha, Bilmirəm ki, qol gəlsinlər. Mina indi sildirməsin. Bəli, çay süfrəsinə əyləşmişik. YouTube'a geçtiği için. YouTube'unu ele geçirmişim. Geçeysin. Şundan ister iş başında. Neysen Sevinç. İş üstündeyim. Dərslər. Keçən səfər araşdırmaya yazdı və psixoloqla bu məsələni işlədi və dedi ki, əgər bir insan durmadan ChatGPT ilə məsləhətləşir, dərdləşirsə, ciddi problemləri var. O yazımı sənə göndərəcəm, oxuyarsan. Öğrenmek için bir tek psikolog lazım. Deyir, psixoloq yanına getməyib, ChatGPT-yə müraciət edənlərin ciddi problemləri var. Var. Çok büyük, çok ciddi problemler var. Bəli. Ben ChatGPT kimi Biri lazımdır. Buradan elan axtarılır dostlar. Minanı çəkmirəm çünki sildirəcək videonu. videoların içine Baxır 13.000 baxan da var. Hə, 500-600 baxan da var. Bəli dostlar. aslında olan network tercihleri Bəli. ne suallar vereceğim onu məsləhətləşirdi dostum. Yaxşı. İnandıq. Yaxşı. Birbaşa Herkese düşən yer. birbaşa ekrana hökm edirsiniz. Herkese düşən yer. Mənə düşən yer. Mənə düşən mən. Heç də demirəm valla. Buradan böyle baxacağım. Kabinede olmadı baxacağım. Bəli, buyurun şikayət var. olan biz, ictimaiyyəti xəbərlə təmin edən biz. Amma arkada oturan biz. Xeyr ola. Sizə də Bəli. Niyə də? Yəni nə ümumiyyətlə bu həyatda nə işləri var? Sənin yeri. Hələ mənim yerim. Səhv deyirsiniz. Düz deyir. Xəbərləri biz yazacaq, şəkilləri biz çəkəcək ki, HT-lər oturub qabağa. Az gətirmə. Qoca adamlar hamısı gəlib qabağı tutublar. Xeyr ola, nə məna? Qız bizi tutturacaq Allah. Vallahi tutturacaq bu qız bizi. Yaxşı da Mina ya. Xəbərim yoxdur. Kere olur. O bir Mən kere olur. şeyləri deyə bilmirəm. Tövbədə var o videolar. Mina o videonu beğenmedi ki. Korkulu duyan Mina'dır arkadaşlar. Bayaqdan neçə dəfə videolarımızı sildirməyə çalışıb, silməmişik. Mən Silməyəcəyik. özüm çəkəndə daha qəşəng. Yaxşı, bundan sonra kameraman Mina'dır. Hə, olur. Olsa danışmıram. Yaxşı. Məlumat üçün də qeyd edim ki, laboratoriya şöbəmiz 7-24 saat fəaliyyət göstərir. 3-cü səviyyəli laborator xidmətləri vətəndaşların ixtiyarına veririk. Təchizat baxımından icbari tibbi sığortanın tətbiqindən sonra müasir maddi-texniki bazamız daha da zənginləşmişdir. Ekokardiografiya aparatı, KT müayinəsi üçün kompüter tomografiya aparatımız, slaytlı rentgen qrupu. Xəbərlərimizi yazdıq. Nə qədər özdə 30 dənə xəbər yazdıq. Həqiqi bu arada çox yazdıq. 6 plus oldular. Məndə 10 plus oldu böyük ihtimalle hər şeyi yazdığım üçün. Hə, qısa hamısını yazdım ona görə 10 plus ola bilər də xəbər. Nə pis işığı var, çox pis görünür. Mənzərəsi qəşəngdir. Daxil edilmişik. Elektron növbəlik sistemi qurulacaq və vətəndaşlar hətta onlayn növbə ilə növbə götürüb gəlib burada xidmət ala biləcəklər.
Ya maraqlandırırsa sizi, yaxınlaşa bilərsiniz, baxa bilərsiniz. Və vətəndaşların bütün yəni elektron təbib sistemi Gedirik acilə. İnsanlar bu güneşin istisinin altında işləyirlər. Altında işləyirlər. Sən insanlara nə demək istəyirsən? Ay maşallah. Bir mənası var. Kop vaxtı da belə idi. Hə, bunları belə ayırmışdılar. Özür olur. Saraftaki belə Siftapar kimdir? o sesini tanımazlar. yəni vətəndaşın fəaliyyəti bərpa etmək üçündür. Bəli. Və elektroşok, bəli. Ayda flaşımdır. Sarı otaq. Yanında da yaşıl otaq. Hal-hazırda xəstə müşahidə bura müşahidə otağıdır. Müşahidədədir. Tövbə, tövbə. Mən də salma. Salmıyor. Nə verərək, xəstəni gözləyin. Bu bir dənə şoklas İçəridə gəlsin. səni çəkir. Olar mı? Bir buradan görməmişdik də. Çok qəşəng görünür. Uzanmaq istəsən? Ha, niyə olmur? Olar. Deyəndə, həddi, beynindəki hər şeyi, sən beynində hisset qalmırsan, çət gibidirsən. Sən artıq beynin yoxdur. Əslində verəcəyim mən. Sevinç. Sizin tənəffüs aparatla. Əməliyyatdan gələcəklər. Ay, şuraya, aşağı. Bir de. Elciklerim. Türk dilinin muhteşemdi da. Elciklerim. İnşallah silməm. Ben demedim. Özü itiraf elədi. Çok qəşəngdir. Salyanı xatırlatdı. Salyanda da belədir. Qaydanda yeyərik də. Ancaq qarın. Acım değil. Oraları koymayacağım. Ama çekin. Koyacağım təbii ki. Siz də bəzəyə gidirsiniz. Ayaqda oturun. Biraz arxaya gelir. Sən də arxaya gelir. Bizə də verin. Hardan götürək onu? Kimi verdi? Biraz üst tərəfə gedin. Tut. Pes, nişan konfetinə oxşar. Məncə bu konfetdir? Yəqin ki şokolad. Hə. Bugün olsun şokolad. Necə həvəsliymişlər ilahi. Zardan alırsan. Jurnalistlərin son halı. Al.
Gənc görmürəm ay. Qəşəng göz astı da. Çək. Ayda aşağıya getmək istəyirəm. Belə xidmət harda görülüb? Deyir aşağıda daha yaxşıları var. Təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəlmisiniz. Qızımız iş başında. Gözləyirik ki, sıra bizə gəlsin. Girək müayinə olaq. Hə. Səni hansı Türk aktrisasına oxşadıram? Məsələn, kimə oxşadırsınız? Hansı? Kimə oxşadırsınız? Mən bilmirəm. Laynerdə, laynerdə, kanalında gedib qapqarı olmuşam. Kimə oxşayıram? Heç kəs oxşayıram. Qızda kimə oxşayıram? ChatGPT-yə soruşa bilərik. Soruşaq görək kimə oxşayırsan. Aç aydın. Bəli, qızartılıdır. Keskin faringi. Qarqara, sprey, savurma. Yaxşı. Düzəldi olmaz. Hə. Yaxşı, tamam. Açacağız. Açıcı təsir edir. Açıcı öşkürək üçün bu makratan təmizləməsində. Hə, yəni boğazla əlaqəsi yox. Yox, açıcı makratan dururlaşdırın. Hə, tamam, yaxşı. Başqa? Başqa iş yoxdur. Durun. Çox sağ ol. Hə, normal idi bəs. Yaxşı. Gəlin dostlar. Mən heç bir şikayətim yox idi, xanımsa şikayətim var. Mən bir də boğazım ağrıdı, o baxdı, dedi boğazın ağrıdı, dərman dedi, bəs salam. Nə var idi? Başqa heç nə yox idi. İçəridə kim var? İndi şey girdi, Mina girdi, sonra sən girərsən. Yes. Sən deyirsən də burun şeyin var. Burun şeyim var. Narahatlığım var, onu Herkesin deyirsən. bir burun şeyi var. Dən video çəkdim, hə? Nə oldu? Gördün necə hiss elədim, çəkirdim, hə? Nədir də həkim? Kulaq problemim var. Gəl, mənə. Qulaq problemi var. Xoş sözlər eşitmirəm. Ay Allah. Bu zarafatı ikinci dəfə eləyəcəyim gözləmirəm. Burundan nə dedi? Artıq etim yox imiş. Sən özün psixi problemi var imiş, hə? Bilmirəm, bilmirəm ki, telefonla danışır orada. Hə. Vəsə, başqa heç nə yoxdur? Bir də ki, boğaz problemim var. Ət var. Yox, boğazımda düyünlənən sözlər var. Ay Allah. Ay Allah. Burada şəkil çəkdirmə zamanı. Hə, çox pis gün vurur. Yox, başdan keçdik dostlar. Belə, əsla başa düşmürəm. Kim izləyicilərim varsa onlar deyə bilərlər nə deməsə. Bax, məsələn, bu hiss dəstəsinin sol ayaqcığının ön şaxəsinin blokadası. Dedi ki, ona görə narahat olma, var səndə, amma narahat olma. Heç bir problem yaratmayacaq sənə. Belə, bilmədim nə deməkdir amma. Yəni, hə. Nəysə, mən də dedim, hə, yaxşı onda. Bir də məndən soruşdu ki, sinir stres var. Dedim ki, hə, var. Dedi, onda zobu yoxla. Hə, heç nə. Dedim, bəs mən əlamətdən hiss eləmirəm axı özümdə. Dedi, nə olsun, özün göstərməyə də bilər. Allah şəfa versin. Yəni, təxmini bilirəm də. Sağ ol canım, sağ ol. Hə, belə. Yoxlatdıq da. Gəl, gedək. Yerimizdə uçduq. Ha, burada gəl. Duxun iyi necədir? Duxun iyi var. Duxun iyi yoxdur, ən azından o deməyim belə. Kimdədir? Arkaya atırdı. Mən də getmədim yanına. Nə? Hamı yanına gəl. Olar. Əsəbləşib yenə. Burada oturmuşdum axı. Buradakı xanım da gələndə öz həmkarını gətirmək istəyirdi bura. Təbii ki. Mən də dedim ki, siz nənəm axı gələndən bəri. Mən də
gün getmək istəmirdim. Getmədim. Xanım dedi ki, bir şey deyil də. Zaten mənim pisləs reydim. Mən burada oturmuyorum. Yaşına uyğundur. Siz harada işləyirsiniz siz? Mətbuat azda. Yaşıma uyğundur. Mətbuat azda. Göz oğlan var ya, o da. Göz oğlan. Ramil Əli. Biraz renkli göz. Şey, Redaktor azı deyir. o redaktör azda, hə, bu mətbuat azda. Bunları koyacaqsan YouTube-a? Təbii ki, istəyirsiniz. Şu an qoyacağım şikayətlərdən hamısı məndədir. Ətrafda əqrəb təhlükəsi var imiş. Doğru. Əqrəb buradadır. Bu incə mizah eləmək üçün bayaqdan gözləyirəm. Belə bir yerə gəlmişik. Elə xəstəxananın yanında. Xəstəxana bu təpənin o tərəfindədir. Türbəyə gəlmişik. Belə. Media tur nə üçündür? İşə gələcəkdir nə üçün? Bura çıxacaq, sonra oradan Franı mağaralar. Sevincin ilk yaşam alanlarına gedirik. Mağara. Niye belli elədin? Bu çarəyə taxdıq. Yenə siyasi söhbət. Dəbilqə. Nə üçündür? Bilmirəm ki, başa nəsə düşməsin deyə herhalde. Baba türbəsi ziyarətçiləri üçün. Wow, so crazy. Ay, sansına keçirik. Gəl birinci buna baxaq. Oyda bunun pilləkənləri çox. Yana keçirik. Hə. Oyda. Oyda. Все bitti buraya. Ha. Ayda. Uy. Diksin. Ehtiyatlı. Ay, yaxşı ki başımda. Hadi burada gel namaz, dua. Allah kabul eylesin. Hadi öyle. Olar. Peki burada qəbul olmur. Amin. Daha elə tez ol. Cəmaət gedir. Əslində dedilər lazımdır o taxmaq amma. Aha, nerede atarsan? Yaxşı. Çox dar və hündür və Mağaradan çıxmaya çətindir. Az yox. Mağaramıza girmeyin. Oy. Elə bu. Hətta nə gözləyirdin? Adi mənzərəyə bax. Çox da belə möhtəşəm mənzərə deyil. Evlərdir deyil. Hündürlük. Arzu ilə Səyyid 93-cü ildə burada olub da. Aa. Şeylə. Gəqay. Aptal. Burada adımız yazılırdı aptal. Amma sən bunu hak etmədin. Getdik mağaramızı da gördük. Qaydırıq. Sevgilimin yaşadığı evə baxıb qayıtdıq. Qollarım. Neyse. Gedirik yeməyə. Yanmışam. Mən də yanmışam. Yox. Ağlar yanmır, qaralar tez yanır. Günəş kremi vurmuşdum halbuki. Ağlar yanmır, qızarırlar. Qaralarsa yanır, zaqar olurlar. Mən ağ deyiləm axı. Ağ başqa şeydir. Əsmər başqa bir şeydir. Nəsənsən? Ağ deyiləm məncə. Amma ağ da ola bilər, bilmirəm. Amma mən de Hə, qızarıb. Mənki də qızarıb. Biraz. Nəysə, olsun. Zaqar oldum da, D vitamini gəldi. Nəysə, sağ ol. Sənin kontaktımı bura qədər. Əlaqəmi kəsirəm. Bu xanımla əlaqəmi kəsirəm. Dostluğum bura qədər edim.
Acam. Bildiği de geldik çatdıq da. Aha. Ay Allah gözlərim baba duyğulandım. Yaş baxır. Hə. Aytac. Aytac, zoğal konfeti istəyirsənsə, istəmirsənsə tutaysın. Çok qəşəng bir şeydir. Mama bundan mənə hazırlayarsan. Maması salam. Bəli arkadaşlar. Halden soğan. Ne demezsin? Hoşun geldi. Doydum. Hoşun geldi. 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 Dəqiq olsun. Geldi. Əsas o da doydu arkadaşlar. Doydum. 200 dəfə Evet. acam dedi. Doydu. Yarım saat sonra acam. Bir kebabdan koyarsan çöreğin arasına. Hazır. Soğanlı. Belə. Baxır o da sənə baxır. O da yemək yeyirdi imkan versəydin. Vay vay ayağı nə gündəymiş. Üstündə. Deyəsən yox işıqda ya. Üstündə. Aşağı dizin. Yaxınlaşıram. Vertolyot deyil. Üstüne cumsan olacak. Yazışmam Ölü mü bu? Az ölü. Ölmeyip diridir. Diri diye hayattan bezip sadece. Bu ve ben aynı şeyiz. Aa, uç. Uç mu? Orada ne takmasan ki oraya gelirsin. Goz, alma. Orada mina. Orada da almalı. Burada da. Qəşəng. Şəhər kimi deyil bura. Şəhərdən kənardadır ya. Adam özün rayonda hiss eləyir. Qəşəng yerdir. Xoşum gəldi mən bura. Sən mən kadrlarıma girmədən xahiş edirəm. Sonra sildirirsən kadrlarımı. Şaka yaptım gel. Bakın ben. Buradaki neler? Niye? Kalıp atılacaktı, şey olacaktı. Götürün yolda yer. Bak niye götürürsün? Allah Allah. Şu. Çektik. Ay suratlarınız. Çok beğendim. Hoş bir video tutulur. Tez olarak. Ha, hakikaten de. Geçen geçti. Dincəldik yəni. Düz işlədik, tam dincəlmədi sayılmış. Ama ha, haber yazdık yani işledik. Özel xəbər yazdıq. Müsahibə götürdük. Mikrofon tutduq. Əsas məsələ. Və servis. Bəli. Amma dincəldik də. Ha. Məncə sırf ofis ortamındansa arada belə olmalı. Məncə də qəşəngdir, yaxşıdır. Bizim də eynimiz açılar yəni. Sadəcə ağlım o qapının ağzındakı alçalarda qaldı. Hə, onu çəkə bilmədim, amma bir dənə alça var idi yəni. Heç yerdə belə alça yoxdu da. Bir dənə budağın üstündə 100 dənə bəlkə alça vardı. Hamısı da belə idi və cidden dadı İyulda elə nı deyil, nı da. Nı da. Nı da elə alça şoka düşdüm də. Məncə bunu qəşəng eləyəndə yanımızdakı insanlar Ya, sağ ol. Sağ ol canım, qarşılıqlıdır. Gözü görüm Sevincgil nə dedi? Sevinç. Aa, telefonla danışır ya. yaxşı ki sizinlə idiniz. Gələndə mən yox idim, amma qaydanda mən də varam. Yaxşı ki sən Qazandığımız tapdın. bir insan. Yaxşı ki sən tapdın. Bir insan qazandı. Yaxşı ki yanımda nəhayət istədiyim kimi biri oturdu. Gənc. Sevindim hoşum hayatları kurtarmıyor. Allah hakkı. Yoxsa mən nə edeyim? Toxun yaşıma uyğun deyil. Nəyə açılsa başlayır. Sevinç təəssüratları. Təəssüratlarım çox qəşəng idi. İstidən biçdim, qaraldım. Üstüm başım toz torpaq içində. Pişiyim patiləri palçıq elədi üstünə. Hə. Sevinci. Sonra nə öyrəndik bu günləri? Nə öyrəndin? Xəstə olduğumuzu öyrəndik. Hamımızın soğuğu var. Hamımızın soğuğu var. Hamımızın baş çatır. İdman kompleksi. Nəysə.
təəssüratlarınızı da yazın. Amma yaxşı şeylər yazın. Kimə oxşuyur Hə, deyin. onu belə deyirdilər desələr. Hansı tip aktrisasına oxşur onu deyin əsas məsələ. Gördüm kimi soruşursan, amma çıxarsa bilmirəm. Sən kimə oxşuyur sözü deyin. Heç kim Uşaqlar. tapa bilmir amma hamı kimə oxşuyur. Mən kimə oxşuram onu bilən deyərsiniz. Ajdədə. Bu arada Aybüke Pusat'tı. Hadisə bu. tanımıram. Göstərərəm Aybükəyə. Aybükənin çolkaları var. Bəlkə o Aybük. Kariyallar olmuş bir tane kız var. Ayda neydi onun adı? Şey, TikToker deyirsən. TikToker değil. Türk aktrisi. Aybükə sizə çolkalarından oxşuyur. Aybüke hansıdır? Hansı şeydə iştirak edir? Söz. Aa bildim. Təşkilatdakı ən son. Hə, Onlar yaxşı. bildim. Sonra Sən yaşarsan. bu arada mənim də TikTok hesabım var. Şey, reklamın içində reklam. Mənim də TikTok hesabım var. Rahimzadə xət. Ora Gözləyirəm yazarım ora. sizi. Etiketləyərəm ora təşkilatı. Kartıma Sağ ispat olun. atarsan. 46. Sağ olun. Sağ ol dedi. Ay tadı. Sağ olun. Mən bir elə. İnşallah yine dörtte bir yere gelir. Ay inşallah.